Bugün bildiyiniz kimi Abzas Media işi üzrə növbəti məhkəmə prosesi davam etdi. Məhkəmə prosesi zamanı müdafiə tərəfinin vəsatəti oldu. Əməliyyat qeydləri ilə bağlı və əməliyyat axtarış fəaliyyəti haqqında qanunun pozuntusu ilə bağlı məhkəməyə yəni ki, vəsatət əsaslandırıldı ki, əməliyyat axtarış fəaliyyəti haqqında qanun pozulub. Yəni əməliyyat qeyd kitabçası yoxdur və o kitabçadan çıxarış ən azından kitabçanın özü gətirilsin, məhkəməyə təqdim olunsun və əməliyyat zamanı iştirak edən əməliyyat müvəkkillərinin adı səsləndirildi müdafiə tərəfindən və onların dəvət olunub bildirilməsini xahiş etdi məhkəmədən müdafiə tərəfi. Bununla bağlı məhkəməyə sədrlik edən bildirdi ki, sənədlərin tədqiqi hissəsi hələ başlamadığı üçün bu sənədlərin tədqiqi hissəsindən sonra bu vəsatətə bir də baxılacaq. Təqsirləndirilən şəxslər də müdafiə etdilər vəkillər tərəfindən verilmiş vəsatətləri və xahiş etdilər təmin edilsin. Eyni zamanda da sənədlərin tədqiqi zamanı, məsələn, Ülvi Həsənov tərəfindən qeyd olunmuş ki, güya ki, o könüllü formada ona məxsus olan əşyaları təqdim edib, yəni polis əməkdaşlarına. Halbuki Ülvi Həsənov qeyd elədi ki, o tutulan zamanı 5-6 şəxs tərəfindən döyülmüşdü və döyüləndən sonra artıq həmin şəxslər özlərinin polis əməkdaşları olduqlarını bildirdilər. Məhəmməd Kekalovun izahatı səsləndirildi və yəni səsləndiriləndən sonra sədrlik edən qeyd elədi ki, bəli, izahatdan sonra Məhəmməd sağ-salamat çıxdı, getdi evinə. Bu zaman Məhəmməd Kekalov etirazını bildirdi ki, mən sağ-salamat evimə getməmişəm. Yəni ki, və orada mövcud olan iş materiallarında mövcud olan sizin səsləndirdiyiniz sənəd saxtadır.